İmtahan tipli testlərin izahı ilə davam edirəm. Neither, nor ilə olur. Deməli, both, and ilə işlənir. Nor ilə olmaz. Either, or ilə olur. Both, and. Deməli, düzgün cavabımız oldu. Evendi. Daha sonra 16-cı testimizə baxırıq. Deyir, imtahan çətin idi. Bob passed it easily. Asanlıqla keçdi. Deməli, baxmayaraq ki, çətin imiş. Ancaq Bob rahatlıqla imtahanı keçdi. Cavabımız evendidir. Təzəd var. Daha sonra yenə də he went to the dentist. Diş həkimə getdi. Çünki he had toothache. Çünki diş ağrıydı. Diş ağrısı var idi. Cavabımız oldu cebəndi. 18-ci testimizə diqqət yetirək. Deməli, cümləni məchul növə çevirməliyik. Məchul növə çevirəndə birinci tamamlığımızı tapmalıyıq. Tamamlıq xəbərdən sonra işlənir. Burada plantdən sonra field işlənib. Hamısında field əvvəldədir. Sonra baxıram cümləmizin zamanı. Planted keçmiş sayda zamandadır. Have və həmçinin indiki zamanı, gələcək zamanı elədik. Daha sonra burada verbin var. Verbin deyə bir şey yoxdur. Onu görən kimi eləməliyik. Düzgün cavabımız oldu. Bəbəndi. 19-cu testimizə baxıram. Yenə də deyir ki, passive voice-da olan cümləni seçin. Deməli, passive voice to be plus participle to'dur. Burada her şey qaydasındadır. Qayda izah edildi. Was plus participle to düzgündür. Daha sonra yazıb I hope the invitation will be accepted. Qəbul ediləcək. Bu da düzgündür. Görürsünüz. Be plus will be plus participle to. Daha sonra baxırıq burada cümləmizə. Burada nə deyir? Burada to be-dir. To be-dən sonra fresh-ə aiddir. Burada sifətə aiddir. Participle to yoxdur. Onun üçün də məchul növ deyil. Və there is, there da ümumiyyətlə məchul növ əmələ gətirmir. Onun üçün cavabımız olacaqdır. 1-2 abend. 20-ci testimizə baxırıq. 20-ci testimizdə baby clothes, iki isim yanaşı gəlib, ikinci ismə baxırıq. Cəmdədir. Cəmdədirsə 2, 3, 4 olacaqdır cavabımız. O da oldu. Debəndi. 21-ci testimizə baxaq. 21-ci testimizdə uşaqlar D sözü yadınızda qalsın. Həmişə ondan işlənir. On a hot day. Zaten ikinci tərəfdə də on olan bir abendi var idi. It is very nice near the sea on a hot day. Cavabımız oldu. Abendi.